Doktor, hansı dərmanlar süd vəzisində ağrılar yaradır? Süd vəzi ağrısının yaranmağına səbəb olan dərmanların başında hormon tərkibli dərmanlar durur. Hormonal dərmanlar hamiləliyin qarşısını almaq üçün, sonsuzluğun müalicəsi üçün, müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə olunan dərman preparatlarıdır. Bundan əlavə antidepressantlar, psixotrop tərkibli dərmanlar da süd vəzində ağrı yarada bilər. Bunun səbəbi bu dərmanların təsiri vasitəsilə qanda prolaktin hormonunun yüksəlməsi və nəticədə süd vəzdə yaranan ağrı hissidir. Digər dərmanlar isə təzyiqin aşağı salınması üçün istifadə olunan dərman preparatlarıdır. Bunlar çox uzun zaman öncə istifadə olunan dərman preparatları idi ki, bu dərmanların təsiri vasitəsilə süd vəzdə ağrılar yarana bilirdi. Ümumilikdə onu qeyd etmək istəyirəm ki, ən çox bu dərmanların içərisində hormon tərkibli dərmanlar və antidepressantlar süd vəzi ağrısı, eləcə də süd vəzinin digər xəstəliklərinin yaranmasına səbəb ola bilər. Əgər bu dərmanları həkiminiz sizə tövsiyə edirsə və yaxud da təyin eləyibsə, onkoloq, mammoloqla əgər süd vəzinizdə problem varsa, məsləhətləşməyi sizə tövsiyə edirəm.